Sumqayıt şəhərinin 75 illik yubileyinə həsr edilmiş cüdo və boks idman növü üzrə idman məktəbləri, cəmiyyətləri və klubların komandaları arasında şəhər turniri keçirilib. Cüdo idman növü üzrə keçirilən yarışda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və idman ictimaiyyətinin nümayəndələri iştirak edib. Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Açılış nitqi ilə çıxış edən Abşeron Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov gələn qonaqları salamlayıb və təşkil olunan tədbirin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, turnir idman məktəbləri, cəmiyyətləri və klubların komandaları arasında təşkil olunub. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, Sumqayıtın inkişafı və şəhər kimi formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bugün Prezident İlham Əliyev tərəfindən də eyni münasibət, eyni siyasət davam etdirilir. Bildirilib ki, əsaslı təmirdən sonra istifadəyə verilən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda bütün infrastruktur müasir tələblərə cavab verən standartlara uyğunlaşdırılıb. Son illər ölkəmizdə idmanın inkişafına böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, bugün Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə edir. Daha sonra yarışa start verilib. 4 komanda üzrə 30 idmançı gücünü sınayıb. Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidən qurmadan sonra yeni cüdo mərkəzi fəaliyyətə başlayıb. Yarışın yekununda qaliblərə kubok, medal və fəxri fərmanlar təqdim olunub. Daha sonra boks idman növü üzrə yarışa start verilib. Çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov idmana göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, Mehdi Hüseynzadə stadionu tikilib istifadəyə veriləndən sonra burada boks təlim mərkəzi fəaliyyətə başlayıb. Çıxışlardan sonra yarışa start verilib. 40-a yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb. Hər qarış Sumqayıtda, xar gələr yaradır Sumqayıtda. Daha sonra qalib idmançılar mükafatlandırılıb. Nə gözəl şəhərdir, xoşdur baxışım. Şəmsdən Fikrətli Elbrus İsmailov bugün informasiya proqramı üçün.